Deyir bir kişinin bir pişiği var imiş. Bu kişi bu pişiklə yola getmirmiş. Nəsə pişik xoşuna gəlmir. Deyir bunu aparıb azdıracam. Bir gün pişiyi götürür, uzaq bir yerə aparır. Orada pişiyi bırakır, özü qayıdır evə. Görür, pişik evdədir. Deyir, mən bunu apardım, azdırdım, bu məndən qabaq gəlib çıxıb evə. İndi mən səni aparıb elə bir yerdə azdıraram ki, daha gəlib bu evi tapa bilməzsən. Yine bir günde bu pişiyi götürür, uzaq bir meşəyə gedir. Meşədə sağa, sola, dəngəlliyə o qədər çalma keçid yollar keçir, gəlib meşənin bir yerində pişiyi bırakır. Özü qayıdır evə. Özü evə qayıdan kimi, qayıtmaq istəyəndə nə qədər fırlanır, geldiği yolu kapatılır. Çok fırlanır, az fırlanır, görür yok. Meşeden çıkabilir. Telefonla eve hayat yoldaşına zəng edir. Soruşur ki, hanım o pişik gelip çıxıb evə. Deyir, ha, pişik gelip evdədir. Deyir, xanım, o şərəfsizə denən ki, gəlsin məni də aparsın. Qalmışam burada, yolu tapa bildirəm. Diqqətinizə görə sağ olun.